Narsist biri. Narsist biri sizin xoşbəxt olduğunuz hər anı özünə təhdid olaraq görür. Çünki sizin nəşəniz onun kontrol edə bilmədiyi bir gücdür. Narsist biri sizin hobbilərinizi, sevdiyiniz insanları yavaş-yavaş sizdən uzaqlaşdırır. Məqsəd birdir. Tək qaynaq o olmalı, həyatdan zövq almamalısınız. Yeni bir mahnı bəyəndiniz, o mahnını söndürər və sizi ələ salar. Dostlarınızla zaman keçirsəniz həmən küsər, dava çıxardar. Xoşbəxt olmanızı bir təhdid olaraq görər. Çünki narsist sizi gülərkən görmək istəməz. Hobbinizlə məşğul olduğunuzda hüzursuz olar. Ona zaman ayırmadığınızı deyər. Xoşbəxtliyinizi pozmaq onun gizli zəfəridir. Çünki sizi gücsüz və özünə bağımlı tutmaq istər. Sizin gülüşünüz onun egosuna atılmış şillədir. Sizi təkrar üzərək egosunu tətmin edər. Fərqində olmadan ən sevdiyiniz şeylərdən uzaqlaşır, heç bir şeydən zövq almazsınız. Sonra özünüzdən soruşarsınız. Mən nə zaman bu qədər səssiz, rəngsiz, zövqsüz biri oldum? Narsist sizi öz qaranlıq dünyasına çəkdi və sizin işığınızı söndürdü. Amma unutmayın, işığınız onun qaranlığından daha güclüdür.